Assalamu alaikum qardaşlar. Deməli çoxdan da video qoymuram YouTube'a. Dedim bir video paylaşım. Allah həmd olsun, keçmişi inanlara bilən bilir. Deməli nə ilə bağlı bir sıxması danışacağım bugün. Yəni bağların sağlamlığından tutmuş ta ki üzüyə kimi. Yəni qışxanamız da ki Allah həmd olsun yavaş-yavaş hazırlanır. İndi xanələri də gətirməlidirlər inşallah bu yaxınlarda. Və heyvanlar da ki göz qabağındadır. İndi bobisləri salmışam içəri, balayı dizilənləri. 4 gündən sonra qaydanmayam. Daha doğrusu maya budur. Deməli inşallah bağlar çıxıb, bağların hamısı Allah'ın izniyle pay gözləyir. 4 tanesi yerdə dində olardı göstərəcəm. Bu sol ayağında üzük. Nömrə. Bu bunun balası deyil, bu başqa quşun balasıdır. Bunun tay buradadır. Baba. Qırmızı sildöşlərdən axırki qırmızıları götürdüm. Allah həmd olsun. Görürsünüz uşaqlar. Bu biraz sırqalıb, düzələcək. Vitamindən verirəm. Yəni bunların hamısı pay gəzir uşaqlar. Hamısı. Bunlardır, bunlardır. Burada 2 dənə də bunlar özü taxmamışım. Burada 2 yumurtadır. Burada 2 yumurtadır. Burada 2 yumurtadır. İnşallah. Bunlardan əlavə. Bu kırmızı ilə bunun bir bu kırmızı balasıdır, bir de ki bu birisi. Bu 2 tane kırmızının atası budur. Anası da ki bundan. Deməli uşaqlar. Quşxanamız bu vəziyyətdədir. Quşxanamız bu Allah həmd olsun bu vəziyyətdədir. İndi xanələr falan alınıb qoyulacaq. Yəni zakaz vermişəm. Hazırdır. Burada 4 tane baladır. Pay gələcək. Bu qırmızı baladır. Bu mor baladır. Ağ bala var burada. Sarı silbaşın balası. Bundan bu. Sonra 4-cü tay balada deyib bu baladır. Deyib bu ikisi de taylardır. Yəni dost qardaşa görəcək inşallah heyvanlar hamısı. Allah həmd olsun. İndi yumurtaya döyənlər bu təhə cüt düşüb balanı böyüdüb Allah həmd olsun. Balanı böyüdəndən sonra cüt düşüb. Bu birisilər bu yuxarıda 3-cü xanədə olan balanın atası anası bunlardır. Bunları da salmışıq içəri ki. Şükür verin. Çölə xana. Yumurtaya döyürsən, çöldə döy yumurtaya. Çöldə xana qaçsan qaçsın. İçəridə yox. Yəni hamısı bir nəsil. O yəni bir də baxıram görürəm ağzı burnu əyənlər var. Heç kim ağzı burnu əyməsin. Başlarını ağıdaram aman oğlanların. Şükür Allah, yəni saxlayırıq heyvanı, heç kimin necə deyim. Heyvanın götünə barmaq eləmirik, bir şey eləmirik. Allah həmd olsun. Öz malımızda, öz mülkümüzdə özümüz bilərik. Şükür Allah, heç kimə də uçmayan quşu uçan adı ilə satmırıq. Və istəyən yayın ortası gələr, çırdarıq, baxarlar. Amma ki, yəni uçanlardan satmayacam. Çünki onlar birincisi cəhd salmışam. İkincisi saatlarını görmüşəm. Yaya saxlamışam ki, ağır saatlarını görüm. Bu erkək də ki, bunların ənkəsidir. Allah həmd olsun. Deməyim nədir, uşaqlar? Üzüyü taxırıq heyvanlara.
Allah həmd olsun. Yəni pay da getsə üzük taxırıq ki, Allah eləməmiş indi. Göydə gedəndə itər eləyər, nə bilim uzağa düşər eləyər. Ki, yəni ən azından bizdən gəlsin. İndi kişi onsuz öncəyəcək. Yəni şərt deyil qaytarsın heyvanı. Yəni heç ehtiyacımız yoxdur, şükür Allah. Bir batalyon heyvan var. Bir quşxana buradadır, bir quşxana başqa yerdədir. Yəni ehtiyacımız yoxdur. Prosto ki, yəni bir xəbər alaq, görək hardan, necə, nə cür. Gözlərinə söz yoxdur, tuşlarına həmçinin. Allah həmd olsun. Elə bu quşxananın balalardan savayı 3 dənə də heyvanlardan behlər verilib. Deyə bir bağdır, sil. Bir bağ başdır, o tərəfdə, qapının ağzında. Bir də ki, maya var, bir daha qoyuruq. Həmən mayadır. Göstərim. Maya da ki, deyə bu maya. Süb kəsilib yəni. Qardaşlar məndədir. Qardaş oğullar məndədir. Deməli, çoxdan da video çəkməm, dedim video çəkim. Yəni, qapını düzəltmişik, inşallah. Yaxınlarda xanələr qoyulacaq, ara kəsmə atılacaq. Plastik 2 dənə pəncərə qoyulacaq, inşallah. Biri bu tərəfə, biri o tərəfə. Ondan sonra olacaq. Süper. Yəni, yavaş-yavaş qatırım vuracağım, inşallah. İnşallah ki, Allah'ın izinə yaya hazırlayaram, yəni buranı. Deməli, bir də ki, inşallah məsləhət görərdim ki, bildiyiniz, bilmədiyiniz adamdan heyvan almayın, yəni. Nə alırsınızsa, çalışın, yəni qanın təmiz alın. O da ki, yəni insanın danışığını da qoyuram qırağa. Qapısını saxladığı heyvandan, yəni bilmək olur. Yəni özümü tərəfləmirəm, amma ümumiyyətlə deyirəm, misal çəkiyorum. O qədər oğlanlar var, qapısında təmiz heyvanı saxlayır, öz heyvanların kökünü saxlayır. Allah həmd olsun. Sağlığına qismən. Yəni, ay 10 saat uçur, 5 manat veri götür, nə bilim 20 manat veri götür, elə söhbət yoxdur. 10 yan yadınızdan konkret çıxardım da, yəni heç kim öz yaxşı heyvanı o qiymətə satmır. İndi çoxu var da, qapısında 10 qan, 20 qan heyvan var. Bizdə elə deyil də, Allah həmd olsun. Həm belə bir nəsil saxlayanda həm xəstəliyi dəymir, həm belə çıxmasının adamı incitmir. Həm də ki, sağlam gümrah olurlar. Allah həmd olsun. Sonra nə deyim? Yəni, demək, məqsədim nədir bu videonu çəkməkdə? Yəni, biz üzüyü taxırıq. Üzüyü taxırıq ki, belə çıxmasın. Bilinsin də nə var, nə yox. Heyvanı üzüyü taxılında bilinmir. O heyvanı yəni böylənə kimi sağ qalacaq, yoxsa yox. Üzüyü taxdığım heyvanları da ki, belə çıxmasın. Atası da yazılır, anası da yazılır. Bağlarına taxılan üzüklər də yazılır. Belə deyə də qeyd aparıram. Allah həmd olsun. İnşallah. Qismət Allah'tan. Paylananda da paylar hamısı paylaşılacaq. Hara getdi, necə getdi, nə cür getdi. Şükür Allah. Varımız da saxlayırıq özümüz. Deyə xoşluq edirik. Yəni gözlərinə də ki, Allah həmd olsun, sözü yoxdur. Quşxanada ki, çalışacağım yay-qış setkada saxlayayım. Yəni temperatur məsələsinə görə ki, yəni çox soğuk olanda içəri də soğuk olsun. Quşlar öyrəşir yəni ona. Amma yox, içərini istəyərdin, çölə buraxdın, səfərcəm olur heyvanlar. Bir də yəni kiminsə heyvanı xəstələnərsə birbaşa yəni yaza bilər. Yəni nömrə qeyd edəcəm aşağıda videoda. Kiminsə nə sözü, nə bilim, xəstəliyi ilə bağlı falan birbaşa bizlə əlaqə saxlaya bilər, yəni problem yoxdur.
Allah'a həmd olsun. Hələ ki uşaqlar video bu qədər. İndi Allahın izni xanələr falan gəlsin. Paylaşılacaq. Allah heç kimin əziyyətini itirməsin. Heyvanlar da ki maşallah olsun. Yəni inşallah bu qədər. Quşxanan vəziyyətlər deyib bu vəziyyətdə dönək. Sizin də özünüz gördünüz. Yavaş-yavaş düzələcək.